El-Hadisus Salis. Üçüncü hədis, qardaşlar. Anil Bəra ibn Azib radiyallahu anhu qal. Bəra ibn Azib radiyallahu anhu deyir ki, Mə rəaytu min zi limmətin fi hullətin həmra əhsənə min Rasulillahi sallallahu aleyhi və səlləm. Uzun saçlı olub, qırmızı paltarda Peyğəmbər sallallahu aleyhi və səlləmdən daha gözəlini görmədim. Ləhu şə'run yədribu mənkibeyh. Onun bir saçı var idi, çiyinlərini vururdu, çiyinlərinə qədər yəni. Leysə bil qasir və lə bit tavil. O nə qısa idi, nə də uzun idi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin boyundan gedir söhbət. Yəni boyu nə çox uzun deyildi, nə də çox qısa deyildi. Və saçı isə uzun idi, amma çiyinlərinə çatmırdı. Bu hədisi də İmam Buxari rivayet edib 3551-ci hədisdir və Müslim rivayet edib 2337-ci hədisdir. Limmədir, bir dənə kəlmədir. Deməli, limmə nədir? Çiyinə çatmayan bir saç. Uzundur, amma çiyinə çatmır. Əgər bax, saç uzundur, çiyinə çatmırsa, limmə adlanır. Çiyinə çatırsa və belə toxunur da çiyinə, onda cümma olur. Adı olur cümma. Məsəl üçün, deyəndə ki, bir kişi gördüm cümmalı, məsələn, cümmalı bir kişi gördüm. O dəqiqə anlaşılır ki, saçı çiyinlərinə çatan bir kişidən gedir söhbət. Və ya deyəndə ki, bir kişi gördüm limməli, deməli, saçı uzundur, amma hələ çiyinlərinə çatmır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu vəsiflər hamısı gəlib Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında. Bəzən cümmalı olub. Bəzi sahabələr deyir ki, cümmalı idi. Bəzən deyir ki, limməli idi. Yəni, bəzən saçı ora qədər uzanıb. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm çiyinlərinə belə çatıb. Bəzən isə qısalıb. Amma oradan o tərəfə uzanmağa icazə verməyib Peyğəmbər sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmin saçı ən uzun vaxtı nə olub? Çiyinlərinə çatan vaxtı. Sonra deyir ki, fi hullətil həmra, qırmızı paltarda. Qırmızı cübbə deyək. Cübbə kimi bir paltarda. Peyğəmbər sallallahu aleyhi və səlləm yəni qırmızı bir paltar geymişdi. Sonra deyir ki, əhsənu min Rasulillahi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmdən daha gözəlinidir görmədim. Bu deyir, ona dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı gözəl olduğu kimi, həmçinin o, yaradılış baxımından da çox gözəl idi. Peyğəmbər sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm insanların həm yaradılış baxımından, həm də əxlaq baxımından ən gözəli idi. Bax, bunlar, qardaşlar, çox maraqlı məsələlərdir. Alimlər deyirlər ki, insanın zahiri gözəlliyi onun daxili gözəlliyinin əlamətidir. Səsi gözəl olmaq barədə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, Quran oxuması barəsində danışırdı səhabə. Deyirdi ki, mən onu qədər gözəl Quran oxuyan görmədim. Alimlər deyir ki, bu onun daxilinin də gözəlliyinin əlamətidir. Yəni, Quran oxuyarkən əxlaqı pis olan insan gözəl səslə Quran oxuya bilmir, qardaşlar. Bax, bu maraqlı bir şeydir. Bu, Allah Azza və Cəllə elə bir ki, bir növ müvəffəqiyyətidir. Yəni, neymətdir. Ən gözəl səslə Quran oxuyan Peyğəmbər sallallahu aleyhi ve sellem olur. Sonra ən gözəl oxuyanlar getdikcə onun əxlaqını ona gözəl bəz edənlər olur. Yəni, bu həmçinin zahiri görünüş və s. də ona aiddir, qardaşlar. Deməli, qardaşlar, burada biz nə gördük? Peyğəmbər sallallahu aleyhi ve sellem qırmızı paltar giymişdi. Digər hədisdə nə gəlir? Peyğəmbər sallallahu aleyhi ve sellem qırmızı paltar giyməyi qadağan edir. Qadağa var, nəhi var. Qırmızı paltar giyməyə nəhi var. Amma burada gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem qırmızı paltar giyinir. İbn-i Qayyim bu haqda deyir ki, rahiməhullah, burada deyir, qırmızı deyəndə çiyinə atılan bir paltardan gedir söhbət. Peyğəmbər sallallahu aleyhi ve sellem giydiyi çiyinə atdığı bir paltar idi və o da deyir, xalis qırmızı olmayıb. Onda yəni qırmızı və başqa rənglər də olub. Yəni, bəzi hissələri qırmızı olub, bəzi hissələri başqa parçalar olub, yəni başqa rənglər də olub. Bəzilər də deyib ki, hədisin zahirinə baxaraq, bəzilər deyib ki, yox, bu xalis qırmızı olub, sadəcə Peyğəmbər sallallahu aleyhi ve sellem ehtiyac olduğuna görə, zərrət olduğuna görə, ehtiyac olduğuna görə onu geyinib. Allahu a'ləm. Burada deyənlər ki, bu xalis qırmızı olub, deyiblər ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin bir işi görməsi bunun icazəli olmağına,
Bir işi qadağan etməsi isə onun məkruh olmağına deyir, dəlalət eləyir. Məkruh. Amma deyir, şeyx deyir, Peyğəmbər sallallahu aleyhi ve selləm məkruhları etməyib heç vaxt. Əgər bir şey qadağan edibsə, onu özü etməyib. Yəni, məkruhları etməyib Peyğəmbər sallallahu aleyhi ve selləm. Burada deyir, əgər onu giyinibsə, sırf qırmızı bir şəkildə onu giyinibsə, xalis. Bu deyir, ehtiyaca görə olub. Nəsə bir ehtiyac olub ki, ona görə edib. Bu hədisdə deməli, şeyx deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin həm yaradılış baxımından, həm əxlaq baxımından ən gözəl olmağını dəlalət edir. Həm də deyir, burada sinənin geniş olması, kişilərdə sinənin geniş olması, geniş sinəli. Mən Peyğəmbər sallallahu aleyhi ve sellem çiyinləri enli olub. Geniş sinəli olub. Nə çox uzun olmayıb, nə çox qısa olmayıb. Bu deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemin əxlaq baxımından da gözəl olmasını dəlalət edir. Fikir ver. Çünki deyir, zahiri görünüş adətən daxilə də deyir, təsir edir. Daxildə də nə var? Əxlaq. İnsanın daxili əxlaqı, daxili aləmi belə deyək. Allah Azze və Cəllə bizlərin də həm zahirini, həm daxilini gözəlləşdirsin. Xüsusilə də əxlaqlarımızı gözəlləşdirsin. Həqiqətən tərəzidə, necə ki, başqa hədislərdə gəlir, tərəzidə ən ağır gələn şey gözəl əxlaqdır. Gözəl əxlaq. Əxlaqı gözəl olmayanın gözəl dini ola bilməz. Gözəl din, gözəl əxlaqla bilinir. Allah Azze və Cəllə bizlərin qəlblərini islah etsin, bizləri tövhidlə izzətləndirsin, Quranla qəlblərimizi nurlandırsın. Bu hədis də bu qədər, qardaşlar.